qardaşı da qalmışıq burada belə. Aşağı evlərə, evə səmgən dolmayıb, ancaq həyata dolub suyumuz. Heç belə olmamışdır. Bu il, həqiqətən bu il dəhşət dərəcədə kanalizasiya suyu belə axır. Bir dəfə neçə il bundan qabaq olmuşdu, yay devri idi. Onda qalmışdıq çöldə. Ondan sonra olmamışdı. Bu nədir, nə zülümdür şəkli bilinmir. Arxama baxsaz elə bilərsiniz ki, bura bir göldür. Gölün yanında dayanmışam. Amma göl deyil. Şiddətli yağan yağışdan sonra Nizami rayonu Keşlə qəsəbəsində vəziyyət belədir. Küçədə 20-yə yaxın insan təxliyə olunub. Ev eşiyi su basır, kanalizasiya, hamamdan su abratını gəlir. Bütün hamam, evim, eşiyim, xəstə adamam, tək adamam. Mən bu boyda ev eşiyi necə düzəltəcəm? Evim dizə qədər suyun içindədir otaqlarım. Uşaq da gəlin, uşaqla çıxartmış o taksiyə mindirmişik. Uşağım xəstədir, su çiçəyidir. Nəvəm boynunda çıxartıblar buradan. Dizə qədər ev eşiyim suyun içindədir. İndi necə olacaq? Mən özüm də xəstəyəm. Şəkərim var, onkoloji xəstəyəm, beynimdə şiş var. Necə olacaq? Bizim evimizin kupçası var. 47-ci ildən kupçalı evdir. Yəni mən sonradan tikən adam deyirəm. Kupçalı evdir, həyətimin dokumenti, evimin eşiyimin dokumenti. O kanalı hər dəfə gəlirlər, çəkirlər, nəsə yağış yağır, deyirlər ki, düzəltici, bunu bağlayıcı, bu sroku gedib, gənə belənçinə. İndi bu kasıb ailə necə dolanacaq? Mən o evimin eşiyim, evimdə xaladenikim, hamısı suyun içində qaldı. Paltar yansar, evdə körpə uşaq saxlayıram mən. Tək adamam. Oğlum 27 yaşında rəhmətə gedib. Xəstə adamam, necə olacaq? Mən belə dərdlə, sərlə. Necə olacaq? Mənə kömək eləyəcəklər bunu düzəltməyə. Necə kömək eləyəcəklər mənə? ...70-ci illərdə çəkilən kanalizasiyadır. İndi bir belə ki pul var, Allah bol eləsin, başa can eləsin. Amma oradan ayırmını tezəsin çəksinlər də, ildən ilə bunun üstündə 9 mərtəbə evlər tikirlər. Biz bilmirlər ki, bu köhnədir. Mən köhnəlmişəm, 68 yaşım var, bir ayağım gördədir. Amma bu evləri niyə tikirlər? Padvallardan atladı. Bax, o qonşunun evinin altından bir dəqiqə çıxır. Kanalizasiyanın üstündədir bu. Evdə bürcüdür. Hamının kilədir burada. Bəs necə olub icazə veriblər? Onu bilmirəm. Yəqin pulunu verilib, icazə də verilib.